Bu 5 kitab mənim həyatımı dəyişdi. Şəxsi inkişaf üçün, maliyyə azadlığı üçün yazılan bu 5 kitab mənim həyatıma belə bir təsir verib ki, mən daha çox, 10 qat daha çox pul qazanmağa başladım. Hardasa 10-15 il ərzində mən ailə həyatımda, dostlarla, sosial həyatımda da belə böyüdüm. Və həmin kitablar əslində həm populyardır, həm də bəziləri, o kitabların bəzilərinin 2 və ya 3 min yaşı var. Yəni, fikir verirsinizsə, el qocalmır. Sizlərə məsləhət görürəm ki, həmin kitabları oxuyasınız. Gəlin başlayaq. Seven Habits of Highly Effective People, Stephen Covey. Çox məhsuldar insanların 7 əsas vərdişi. Tərcümə eləsək. Bu kitabla mən başlamaq istədim, çünki bu kitab hər şeyi dəyişdi. Yəni, bu kitabı oxuyandan sonra mən başqa kitabları oxumağa başladım. Necəsə bəxtim gətirib ki, bu kitab qabağıma düşüb. Hardasa internetdən falan tapmışdım və aldım, əldə etdim və başladım oxumağa. Bu kitab mənə əsasən nəyi öyrətdi? Proaktiv olmaq. İki cür yanaşma var hər hansı bir işə. Reaktiv, bir də proaktiv. Reaktiv yanaşma odur ki, mən misal üçün işə gedirəm, işləyirəm, hər şey yaxşıdır, amma müdür mənim maaşımı qaldırmır. Müdür pisdir, şirkət pisdir, hamı pisdir. Mənim maaşımı qaldıran yoxdur, və s. Yəni, bu reaktiv bir yanaşmadır. O deməkdir ki, mən öz həyatımın çıkanını müdürümə vermişəm, şirkətimə vermişəm, başqalarına vermişəm. Halbuki proaktiv insan nə deyəcək? Deyəcək ki, mənim maaşımı qaldırmırlar, çünki mən nəyisə düz eləmirəm. Mən nəyi düz eləmirəm? Gəl analiz edim, yoxlayım, baxım və vərdişlərimi dəyişim, həyatımı dəyişim, yanaşmamı dəyişim, inkişaf edim. Və ya ola bilsin ki, ümumiyyətlə bu şirkət xoşuma gəlmir, başqa şirkətə gedim. Özümü bazarda təkmilləşdirim və iş tapım. Bu proaktiv insandır. Və həmin kitab mənə öyrətdi ki, hər hansı bir mühitdə, hər hansı bir şəraitdə reaktivlikdən, hansı ki sanki biz doğulandan özümüzü biraz reaktiv hiss edirik. Yəni, hər şeyə reaktiv yanaşırıq. Ay, dövlət elədir, ay, şirkət elədir, ay, ailə belədir və s. Halbuki proaktiv olanda siz sükanı götürürsünüz özünüzə. Özünüz hər şeyi kontrol edirsiniz. Və özünüz kontrol edəndən sonra siz lider olursunuz. Liderlər elə əsasən özləri ətrafı idarə edən insanlardır. Əgər evdə, misal üçün, mən yoldaşımla yaşayıram və yoldaşımın əhvalı yaxşı deyilsə, bu demək deyil ki, mənim də əhvalım pis olmalıdır. Mən əksinə elə edərəm ki, onun da əhvalı yaxşı olsun. Ailədə hamının əhvalı yaxşı olsun. Yəni, mən idarə edirəm bunu. Mən sükanı başqa adamı vermək istəmirəm. Mən öz həyatımı idarə edirəm. Misal üçün, iş getmirsə işdə, mən düşünürəm ki, mən nə edə bilərəm ki, iş getsin. Mən deməyəcəm ki, falan kəs işləmir, ona görə iş getmir. O işləmir, problem yoxdur. Get onun özünə, dinən ki, işləmir. Gəl həll edək, bir yerdə mən sənə necə kömək edə bilərəm. Yəni, gəlib onun üstünə bütün işi atmaqdansa, sükanı əlimə götürüb, başlayım işləməyə. Ona da deyim ki, mən işləyirəm, görürsən, super gedir, gəl bir yerdə çalışaq, gəl bir yerdə işləyək. Əlbəttə ki, insanlar fərqli olur. Amma proaktiv olmaq lazımdır. Hər bir şəraitdə proaktiv olandan sonra sükan sizin əlinizdədir və siz idarə edirsiniz. Sürücü sizsiniz. Həyatınızın sürücüsü siz olmalısınız. Onda siz lider olursunuz. Dərhal komandada sizi lider seçirlər. Komandada team lead olursunuz, ondan sonra qalxırsınız səviyyədə, vəzifədə və siz müdür olursunuz axırda. Çünki proaktivsiniz. Mənim həyatımı dəyişən sırf bu kitab oldu. Bu baxımdan. Atomic Habits, James Clear. Bu kitab çox məşhurdur. Demək olar ki, hər adam bu kitab haqqında bilir, oxuyub, görüb, hardasa və s. Amma əsas məsələ nədir bu kitabda? Motivasiya keçir, amma sistem qalır. Sizin vərdişləriniz sizi formalaşdırır və sizi sırf bu insan edir. Əgər misal üçün qabağınızda indi ilkin oturubsa, danışırsa, indiki ilkin edən ilkinin vərdişləridir. Mənim vərdişlərim məni formalaşdırıb, məni indiki vəziyyətə çatdırıb. Əgər vərdişlərim daha pis olsaydı, vəziyyətim daha pis olardı. Əgər vərdişlərim daha yaxşı olsaydı, əlbəttə ki, daha yaxşı olardı vəziyyətim. Bəxt və başqa bir məqamlar əlbəttə ki, rol oynayır. Amma vərdişlər sizi avtomatik olaraq düzgün yerə çatdırır. James Clear nədir bu kitabda? Əsasən, iş baxımından yaxşı vərdişləri yaratmaq lazımdır iş görəndə. Misal üçün, hər gün heç olmasa 1 saatlıq telefonunuz sizdən başqa otağa uzaqlaşmalıdır. Siz oturub işləmək üçün. Bu adi bir vərdişdir, düzdür? Amma adi vərdiş deyil. Əslində, bu sizə ola bilsin ki, 30-40% daha çox gəlir gətirə bilər bir il ərzində. Niyə? Çünki siz fokuslanırsınız. İnsanın gücü fokusdadır. Hər hansı bir idmançı, hər hansı bir işçi fəhlədən başlayaraq hər hansı bir elmi işçiyə kimi onun öz fokus vaxtı var və fokus vaxtı bu insan ən məhsuldar insanlar. Ona zona deyirlər, fokus deyirlər, cürbəcür adlandırılır bu. Əgər siz düzgün fokuslana bilirsinizsə, siz işləri doğrudan da tez və keyfiyyətli görə bilirsiniz. Ona görə
vərdişləri yaratmaq lazımdır. Fokuslanmaq üçün, hər hansı bir iş görmək üçün. Eynən də pis vərdişlərdən də vaz keçmək olar. Siqaret çəkməkdən, nə bilim, alkoqol, spirtli içkilərdən, hər hansı bir şirin yad yeməkdən və s. uzaqlaşmaq olar. Bunu addım-addım, asta-asta olaraq vərdişləri dəyişərək getmək olar. Misal üçün, mən mentorluq elədiyim bir adamla danışırdım. O mənə deyir ki, mən siqaret atmaq istəyirəm. Çox maraqlı bir ideya gəldi mənə ki, soruşdum, avtomobil sürürsən? Deyir, bəli, avtomobil sürürəm. Siqareti harda çəkirsənsə, sən işdə. Okay, işdə siqaret çəkirsənsə, yəqin ki, çölə çıxıb siqaret çəkirsən, düzdür? Gələn dəfə həmin siqaret paçkasını və ya yandıranı hardasa maşında, bağajda gizlət. Və çalış ki, heç kimdən, başqa kolleqalardan siqaret falan istəməyəsən. Demirəm ki, siqareti çəkmə, amma siqareti çəkməyə başlamaq üçün işi çətinləşdirir. Başqa bir misal gətirəm, şirniyyat misal üçün. Əgər evə şirniyyat alınmırsa, evdə şirniyyat yoxdursa, əlbəttə ki, siz şirniyyat yeməyəcəksiniz. İstəsəniz, problem deyil, düşün mağazaya, amma bircə dənə nəsə xırda bir şey alın və onu yeyin. Evə almayın, paçka ilə çoxlu almayın. Olmaz. Eynən də hər hansı bir başqa vərdişlər. Misal üçün, hər axşam soyuducudan nəsə götürüb yeyənlər üçün. Çalışın ki, hər axşam yemək istədiyiniz hər hansı bir nəsə varsa, onu çalışın ki, axşama kimi bitsin və soyuducuda qalmasın. Səhər yemək istəsəniz, yenə mağazaya düşüb alın, misal üçün. Və ya necəsə edin ki, həmin məhsul sizə çatmasın, çətin olsun onu əldə etmək. Pis vərdişlərin qabağına çoxlu maneələr qoyun. Yaxşı vərdişlər isə əksinə yaxında saxlayın. Misal üçün, videonu yazmaq üçün mən prokrastinasiya edirəm, biraz tənbəllik edirəm hər dəfə. Amma düşünürəm ki, mənə vacibdir, lazım motivasiya uğrunda bunu edirəm, motivasiya sayəsində. Amma işimi asanlaşdırmışam. Mikrofon hazır durub burada studiyada, kamera durub studiyada. Hər hansı bir skriptləri əvvəlcədən vərdiş sayəsilə, indi danışdığım skripti mən özüm hansısa yazmışam, demək olar ki, əzbərləmişəm. Vərdiş vasitəsilə mən bunu hər səhər tezdən durandan, hələ işə başlamamışdan öncə 20 dəqiqə, cəmi 20 dəqiqə ərzində mən ideya fikirləşirəm ki, növbəti videom nə haqqında olacaq. Həmin o 20 dəqiqə xırda bir vərdişdir. Amma onun sayəsində bu videonu indi görürsünüz. Və cürbəcür bunun kimi vərdişlər var. İdmana getmək, hər hansı bir işlər görmək və s. Bunları mən belə deyək, natural olaraq artıq edirdim. Amma Atomic Habits oxuyandan sonra bunların hamısı üzrə sistem qura bildim. Çünki biz sanki bir şəxs olaraq yenə də sistemik, şirkətik və cürbəcür işləri vaxtında bitirmək üçün biz bu işləri xırda bir addımlara bölməliyik və vərdişlər vasitəsilə davamlı olaraq işləməliyik. Çünki davamlı işləmək, davamlı nəyisə görmək artıq uğurun 90%-idir. Yəni mən bu videolara necə başlamışdım? Eynən, davamlı olaraq yazırdım. Getdi, getmədi, tutuzdurmadım. 10.000 baxış, 20.000, 25.000 baxış, 5 baxış, 100 baxış fərq etməz. Mən videoları buraxacağam hər həftə. Düzdür, axır vaxtı hər həftə alınmır, başqa işlər gəlib çıxıb. Amma yenə də çalışıram ki, daimi olaraq işləyim öz üzərində və davamlı olum. Artıq 2020-dən videoları yazıram. Davamlı olmaq lazım. Davamlı olandan sonra uğur da gəlir. The Richest Man in Babylon. Bu kitab George Clason yazıb. Əslində bu kitabın çoxlu yaşı var. Artıq kitab başqa bir Babilonda hardasa, necəsə daşın üstündə yazılmış formada idi. Çox qədim bir kitabdır. Amma George Clason o kitabı belə deyək, daha çox müasirləşdirdi və normal tirajda yazdı və başladı satmağa və bestseller oldu. Bu kitab çox asan oxunur. Yəni bundan qabaqki dediyim kitablar biraz mürəkkəb olsa da, bu kitabı hətta uşağınız və ya siz özünüz məktəblisinizsə, indidən oxuyun onu. Çünki maliyyə savadını nə qədər tez öyrənsəniz, o qədər varlı olacaqsınız. Çünki maliyyə zamandan asılıdır. Nə qədər tez öyrənsəniz, cavan vaxtda, uşaqkən bunu anlasanız, artıq həyatınızın uğurunun 50%-i cibinizdədir. Bu kitabın təsiri nədir? Bu kitabın təsiri odur ki, mən nəinki pul qazana bilirəm, hətta pulu qırağa qoya bilirəm. Pulu qırağa qoymaq deyəndə nəyi nəzərdə tuturam? İlk növbədə hər ay gəlirsə, maaşdır, işdir, odur, nə bilim, tələbəsiz, məktəblisiz, atanız, ananız sizə pul verir, fərq etməz. Əsas odur ki, ilk 10%-i, həmin məbləğin 10%-ni harasa qırağa qoyun və qalan pulu artıq ayın axırına kimi xərcləyin. 10%-ni yox, 5% qoya bilirsinizsə, o da pis deyil. Yenə də nəyisə qırağa qoyun. Əgər 20, 30, 50, 100%-ni, nə bilim, 90%-ni qırağa qoya bilirsinizsə, siz lap uğurlusunuz. Çox əladır. Əslində bizim qazancımız bizim ayın axırında və ya ayın əvvəlində qırağa qoya biləcəyimiz puldur. Çünki qazanc əslində məncə sırf budur. Gəlirlə xərclər arasında olan bir pul qazancdır. Mənim düşüncəmə görə. Ona görə əgər siz 5.000 manat 10.000 manat qazansanız da belə və ayın axırına kimi yenə eyni 5-10 min manatı xərcləyirsinizsə, bu deməkdir ki, sizin qazancınız nə qədərdir?
Bəli, sıfırdır. Həmin pulları qırağa qoya bildiniz. Bu birinci bir etapdır. Mənim maliyyə savadı haqqında videom var. Orada daha ətraflı məlumat var. Həm bu kitab haqqında, həm ümumiyyətlə maliyyə savadı haqqında. Ona görə baxa bilərsiniz. Amma sözün cavabı nədir? Pulu qırağa qoya bildiniz, bu superdir, əladır. Növbəti addım həmin pulun sizin üçün işləməyidir. Ya hər hansı bir mənzili alın, kirayə verin. Ya hər hansı bir biznes açın, yəni iş qurun. Və ya iş quran tanış tapın, hansı ki işi qurur və ona deyin ki, mən sizə məsəl üçün 20.000 pul verirəm, amma siz mənə məsəl üçün 20% gəlir verirsiniz həmin işdən. Və sayın, görün ki, siz pul yatızdırdığınız sahədə heç olmasa 10%, illik 10%-i ala bilirsinizsə, bu artıq böyük bir uğurdur. Çünki banklar adətən indi 7-8% verir. Bəziləri ola bilsin 10-11, amma yenə də manatla. Amma əgər dollarda və ya evroda həmin 5%-i ala bilirsinizsə, bu artıq uğurdur və yəni Azərbaycandan danışıram və həmin pul dövriyyədədirsə və sizə nə qədərsə faiz verirsə, bu artıq əladır. Ən pis halda heç nədən başınız çıxmırsa, heç olmasa banka qoyun pulu. Heç olmasa bankdan depozit depozitdən pul alın. Amma ilk növbədə sizin həmişə hər ay misal üçün siz 3000 manat, nə bilim 2000 manat xərcləyirsinizsə, həmin 2000 manatın 5 qat, 6 qat dəyərində pul qıraqda olmalıdır. Misal üçün 2000 manatdırsa xərciniz hər ay heç olmasa 10.000 manat qıraqda olmalıdır və bu pula dəymirsiniz. Onu nə investisiya edirsiniz, nə yatızdırırsınız, heç dəymirsiniz o pula. O pul sadəcə olsun, məsələn, hər hansı bir kartda oturub faiz gəlsin üstünə, problem deyil. Amma pul bir qıraqda durmalıdır və tərpənməməlidir. O pula dəymək olmaz. Nəyə görə? Çünki hər hansı bir işdə də oldu, yəni işiniz olmadı, hər hansı bir probleminiz oldu, müalicə lazım oldu və s. o halda həmin puldan istifadə edə bilərsiniz. Bu pul sizə sanki özünə güvən verir. O pul varsa qıraqda siz özünüzə daha çox güvənli olursunuz ki, 5 aylıq xərcimin pulu var qıraqda. Və salam, super. Bu pulu heç kimə vermirsiniz. Nə borca, nə başqa bir şey, heç yerə yazdırmırsınız. Amma onun üstündən nə qazandınızsa, həmin pulu artıq harasa yatızdıra bilərsiniz. Super olar. Rich Dad, Poor Dad. Robert Kiyosaki. Yəni zəngin ata, kasıb ata arasında fərq nədir? Düşüncədir. Düşüncəniz böyük olmalıdır. Bu kitab çox populyardır. Demək olar ki, maliyyə ilə biraz maraqlanan hər hansı bir adam bu kitabı tanıyır. Biraz kayıpda yazılır, amma sıfırdan maliyyə savadlığını öyrənən insanlara çox faydalı olur. Maaş üçün işləmək yox, aktivləri yaratmaq lazımdır. Əvvəllər düşünürdüm ki, yaxşı iş tapsam, maaşım 1000 manat olsa sevinərəm. Maaşım 1000 manat olduğu gördüm ki, yox, adi həyatda heç nə yoxdur. Sonra düşündüm ki, 3000 alsam, xoşbəxt olacağam, hər şey yaxşı olacaq. 3000 alanda da eyni şeydir. 5000 alanda da eyni şeydir. Belə desək, maliyyə azadlığı böyük maaşla gəlmir. Maliyyə azadlığı böyük aktivlər, vasitələrlə gəlir. Əgər sizin 10 dənə mənziliniz varsa, əgər sizin 2-3 dənə şirkətiniz varsa, onlar hamısı sizə gəlir gətirirsə, bu artıq maliyyə azadlığı tərəfə gedən bir yoldur. Ola bilsin ki, artıq maliyyə azadlığıdır. Siz daimi olaraq pulu qırağa qoyub harasa yatızdırmalısınız. Daimi olaraq. Çünki pensiyaya inam yoxdur, hər hansı bir köməyə inam yoxdur. Bilmirsən nə olacaq. 50 yaşın olanda, 60 yaşın olanda bilmirsən nə olacaq. Qoy qıraqda pul olsun və o pul sənin üçün işləsin. Məncə Kiyosakinin kitabı, bir də George Claysonun kitabı birgə bu ideyanı bizə çatdırır. The Art of War, Sun Tzu. Bu kitab hərbi strategiya haqqındadır. Amma onu mən biraz başqa cür başa düşdüm, başqa cür anladım. Öz iş həyatım, öz şəxsi inkişafım əslində daimi olaraq müharibə kimidir. Biz heç kimə, belə deyək, heç kimə pislik etmədən belə yenə də döyüşçüyük. Biz heç kimi döymürük, necə deyirlər, amma döyüşçüyük. Biz həmişə qabağa getməliyik, həmişə inkişaf etməliyik ki, bizi bu döyüş meydanında heç kim döyməsin. Sun Tzu bu kitabda onu deyir ki, əgər sən özünü yaxşı tanıyırsansa, düşməni yaxşı tanıyırsansa, bu döyüşü udacaqsan. Və ən yaxşı döyüş heç zaman baş verməyən döyüşdür. Çünki əgər rəqibləri, hansı bir başqa sizə, demirəm ki, sizə qarşı olan adamlar, amma sizlə birgə yuxarı qalxan adamlar vardır. Rəqabət həmişə var. Yəni rəqabət yaxşı bir şeydir. Çünki rəqabət bizə motivasiya verir, stimul verir ki, biz inkişaf edək. Və rəqabətdə ən vacib məsələ odur ki, rəqibləri yaxşı tanımalıyıq. Onların nə iş gördüyünü bilməliyik və daimi olaraq özümüzü heç olmasa eyni səviyyəyə və ya daha yuxarı səviyyəyə çatdırmalıyıq. Sun Tzu'nun kitabında mən daha səbirli və daha strateji düşünməyə öyrənmişəm. Biz sadəcə sabahı düşünməməliyik. Biz ondan sonraki günləri də düşünməliyik. Tək bugündən danışmıram ümumiyyətlə. Biz həmişə daimi olaraq 3 illik, 5 illik, 10 illik qabağa baxmalıyıq. Daha çox illərə qabağa baxmalıyıq. O halda bizim addımlarımız bizi istədiyimiz məqsədə tərəf aparacaq. Bu 5 kitabla mənim düşüncə tərzim dəyişib. Hər şeyə başqa cür yanaşıram. Mən biraz belə daha çox
stoitsizmlə maraqlandım və yadımda deyil, bir neçə kitab oxumuşam. Onların adları sadəcə yadımda deyil artıq. Tapsam yazacağam kommentlərdə. Stoitsizm nədir? Siz onu anlayın ki, onu başa düşün ki, sizə heç kim təsir göstərə bilmir. Sizə əgər siz yoldan keçəndə kimsə nəsə söz atıbsa, nəsə pislik eləmək istəyibsə, əhvalınızın pozulub pozulmamağına cavabdeh yeganə sizsiz. Ancaq sizsiz. O insanın əhvalı pis olub, sizə nəsə deyib. Nə olsun? Siz qərar verirsiniz ki, sizin əhvalınız pozulsun ya yox. Siz qərar verirsiniz ki, özünüzü pis hiss edəsiniz ya yaxşı hiss edəsiniz. Sizə heç kim təsir edə bilməz, sizin özünüzdən başqa. Bu düşüncə tərzidir. Stoitsizm, yəni stoik düşüncə tərzidir. Hansı ki, mənim həyatımı doğrudan da dəyişib. Çox yaxşı tərəfə dəyişib. Biraz belə daha çox tez əsəbləşən insandan sakit və düşüncəli insana çevrilmişəm bunun sayəsində və onun sayəsində də uğurlara imza atmağa başladım. Çünki bizim psixoloji vəziyyətimizdən hər şey asılıdır. Əgər biz sakitiksə, əhvalımız həmişə yaxşıdır, daimi olaraq 90% hallarda yaxşıdırsa, əgər əsəb yoxdursa, stres yoxdursa, azdırsa, yəni stres olmalıdır, amma stres sırf yüngül stres olmalıdır. Yüngül stres həmişə yaxşıdır. Yəni idmana gedin, ağır nəsə qaldırın, səhərsi gün biraz ağır hiss edin. Okeydir. Bu da stressdir. Amma bu yaxşı bir yüngül bir stressdir. Sizi inkişaf elətdirən stressdir. Amma daimi stres bizi yıxır. Daimi stres olmayanda biz inkişaf etməyə başlayırıq. Ona görə çalışın ki, öz həyatınızı özünüz idarə edəsiniz. Fizioloji da baxımından da özünüzə baxın. Yəni vaxtında yuxu almaq, vaxtında keyfiyyətli yemək yemək, pis vərdişlərdən vaz keçmək, şirniyyatı azaltmaq, siqaret, alkoqol falan yox etmək və s. Demək olar ki, inkişaf üçün vasitəni sizə verdim. İndi hər şey sizdən asılıdır. Bu kitablar çox maraqlı kitablardır. Nəinki inkişaf etdirir, hətta ləzzətlə oxumaq olur onları. Ona görə əgər heç oxumursunuzsa, heç olmasa YouTube-da videolara baxın, həmin kitabın haqqında daha ətraflı məlumatları əldə edin. Mənim izah formam tam olaraq ola bilsin ki, sizə uyğun deyil. Ona görə həmin kitabı oxusanız daha yaxşı olar və hər hansı bir audio formatında, video formatında ona baxın və davam edin, inkişaf edin. Çox sağ olun, sağ olun.